Yenidən hər kəsə salam və bugünkü dərsimiz artikeldir. Birinci öyrənək ki, artikel neçə növ var? Artikelin iki növü var, qeyri-müəyyən və müəyyənlik artikeli. Artikellər isimlərə aid olur, bəzən sıra sayılarına ya da üstünlük dərəcəsində olan sifətlərə də aid ola bilər, amma əsasən ismə aid olur. Birinci başlayaq qeyri-müəyyən artikellə. Qeyri-müəyyən nə deməkdir? Qeyri-müəyyən sözü ümumiyyətlə bizə məlum olmayan deməkdir. Yəni biz həmin hadisə haqqında məlumatlı deyilik. Bizə məlum deyilsə, o nədir? Qeyri-müəyyən. Bu zaman biz istifadə edirik an artikellarından. Əgər bizə müəyyən olmayan bir hadisə danışılırsa, an artikellarından istifadə edirik. An artikelları bir. Yəni bir sayına bərabərdir. Buna görə də an artikelından sonra plus gəlməlidir. Sayılan tək isim. Məsələn, ya da bilirsiniz nə gələ bilər? Məsələn, sayılan tək isim, sonra gələ bilər sifət isim, yəni yenə burada sayılan tək isimdən söhbət gedir. Ola bilər, əslində say isim olmur, sifət isim ola bilər. Amma sən an artikelından sonra sifət yazırsansa, yenə mütləq isim yazmalısan. Bəzən olur esselərdə artikelından sonra sifət yazılır, amma isim olmur. Axı an artikel ismə aid olur. Ona görə sən mütləq onun yanında sayılan tək ismini yazmalısan. Və mütləq yadınızda saxlayın ki, an artikeli bir rəqəminə bərabərdir. Həm tərcümə cəhətdən, həm qrammatika cəhətdən ki, özündən sonra sayılan tək isim gəlsin. Sonra bir dənə gəlin nümunə yazaq. Məsələn, bir də nəyi deyim? Artikelından sonra plus gəlməlidir. Samit səslə başlayan isim. Məsələn, yazıram ki, e-book. Burada b səsi, baxın hərfi demirəm, hərfə baxmıram, səsə baxıram. B səsi samit səs olduğuna görə artikelindən işlətdim. Ya da yazıram ki, university. Burada u sait səsdir. Normalda biz artikellə sait yazmırıq. Amma biz burada nə yazmışıq? Samit səs. University sözündə də y səsi var. Y səsindən başlayır. U hərfindən yazılır, amma y səsindən başladığına görə y səsi də samit səsdir. Bu, baxın, bu səsdir. Belə yazılır, yəni j kimi yazılır, amma y səsidir. Y səsi də samit səs olduğuna görə mən bunun qarşısında artikeli yazdım. Sonra an artikeli. An artikelından sonra gəlməlidir sait səslə başlayan isim. Məsələn, yazıram ki, an apple. Burada apple sözündə ə səsi sait səs olduğuna görə mən an artikeli yazdım. Biri də var, yazıram ki, an hour. Burada H hərfi samit hərfdir. Amma tələffüzdə A səsi sait səs olduğuna görə biz ondan an artikeli işlədirik. Yəni yazılışa baxmırsınız, deyilişə baxırsınız. İmtahanda da bu tip çaşdırıcı suallar ola bilər, hansı ki siz diqqət etməlisiniz artikellə özündən sonra gələn sözün ilk səsi nə? Onların uzlaşmasına. Burada da nümunələri yazdıq. Daha sonra sifət isim nə deməkdir? Sifət isim olanda ismi birləşmə yaradır və əgər biz artikel yazırıqsa, mütləq sonuncu ismə baxmalıyıq. Məsələn, yazıram, nə yazıram? Tutaq ki, burada e-book yazmışam. İndi yazıram ki, interesting book. Burada interesting, maraqlı sifətdir, book isimdir. Sayılan tək isim olduğuna görə mən bura artikel yazmalıyam və bura mən interesting book yazı bilmərəm. Çünki burada artıq mən həmin bu sifətin başlayan səsinə baxmalıyam. Interesting, i səsi, sait səsi olduğuna görə nə yazıram? An interesting book. Sonra burada yazmışıq an apple. Alma, bir alma. Bir də var, yazıram ki, qırmızı bir alma. Red apple. Burada
Red sözündə r səsi samit səs olduğuna görə nə yazmalıyam? A red apple. Artıq belə deyək, həmin bu sayılan tək ismin qarşısında olan bu təyin edici sözün ilk səsinə əsasən artiklın yazılışı, yəni a-dimi yoxsa and-mi? Bu təyin olunur. Bura qədər hər şey başa düşdünüz? Bəli. Sonra növbəti an artikellarını biz harda istifadə edə bilərik? Biz bilirik ki, nə idi onun adı? Yeməklər. Belə deyək, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi və ya qəlyanaltı bu sözlərlə an artiklı istifadə olunmur. Məsələn, yazıram ki, I have breakfast. I have breakfast. Breakfast bilirik ki, səhər yeməyidir və yeməklər have sözündən işlənir. Məsələn, have breakfast səhər yeməyi etmək, səhər yeməyi yemək. Məsələn, have dinner axşam yeməyi yemək. Bu mənaya gəlir. I have breakfast. Belə deyək, yazıram bir dənə cümlə. Every morning. Mən hər səhər yeməyi yeyirəm. Gördünüz, burada breakfast'ın qarşısında biz heç bir artikeldən istifadə etmədik. Bəs nə zaman yeməklərin qarşısında artikeldən istifadə edə bilərik? Onların qarşısında təyin edici sözləri gələrsə. Məsələn, yazıram I have a good breakfast yazaq. I have a good breakfast every morning. Mən hər səhər yaxşı bir səhər yeməyi yeyirəm. Burada good sifət olduğuna görə və breakfast'dan əvvəl gəldiyinə görə biz burada a artiklının istifadə edirik. Baxın, tərcümədə də necə olur? Yaxşı bir səhər yeməyi. Buradakı bir sözü, bax, buradakı a artikldır. Sonra növbəti nəyə keçirik? Əşyanın hissəsini bildirən sözlər. Bu hansı sözlərdir? Məsələn, a cup of, a slice of. Bunlardan a artiklı işlənir. Gəlin baxaq. Məsələn, yazıram a cup of tea. Bir fincan çay. Burada cup fincan deməkdir. Sayılan tək isimdir. Ona görə a artiklından istifadə olundu. Növbəti, məsələn, yazıram a slice of bread. Bir dilim çörək. Slice dilim deməkdir və sayılan tək isim olduğuna görə mən onun a artiklını işlətdim. Amma belə olsaydı, baxın, cups of tea, burada mən a artiklı yaza bilmərəm. Çünki burada cups cəmdədir və an artiklı bir deməkdir. Siz necə bir sayından sonra cəm isim işlədə bilərsiniz? Ona görə olmaz. Məsələn, bu beləcə də qala bilər və ya biz bunun qarşısına hər hansı bir təyin edici söz ya da say yaza bilərik. Məsələn, yazıram 2 cups of tea. 2 fincan çay. Bu tərzdə işlədə bilərəm. Sadəcə tək halda olanda sayılan tək isim olduğuna görə mütləq qarşısına an artiklı işlənməlidir. Növbəti an artiklı işləmə yerimiz nədir? Biz bayaq dedik, şəxs və əşyanı təsvir edərkən bu nə idi? Bayaq məsələn yazdığı an interesting book, sonra a red apple. Bunlar təsvir etmək deməkdir, təyin edici sözlərdir. Bunları yazdıq. Növbəti, çox qarışdırılan hissələr nədir? Such, rather, bir də quite sözünü düzgün yazın. Bu sözlərdən sonra sayılan tək ismin gəlməsi. Bu sözlərdən sonra o zaman isim gələ bilər ki, bunların ortasında, yəni məsələn such və isim belə yaza bilməzsiniz. Baxın, such a book. Məsələn, belə yaza bilməzsiniz. Çünki bunlardan sonra birbaşa isim gəlmir. Amma yaza bilərsən ki, such a ya da yox, an yazdım. Çünki interesting i saytla başlayır. Interesting, such an interesting book. Belə bir maraqlı kitab. Yəni yadınızı saxlayın. Such, rather və quite-dan sonra birbaşa isim gəlməz. Mütləq ortada nə olmalıdır? Sifət ya da kəmiyyət bildirən sözlər ola bilər. Məsələn, kəmiyyət bildirən sözlər hansıdır? Quantifiers, many, much. Baxın, bu sözlər işlənə bilər. Növbəti keçirik nəyə?
Gəlin belə yazaq. Plus sifət plus isim. Bu düsturda olmalıdır. Növbəti an artikelləri nədə işlənir? Bayaqki nəyə aid ola bilər? Bunu qruplaşdıra bilərik. Gəlin ondan qruplaşdıraq. Baxın, bu yeməklərlə olana aid ola bilər. Günün hissələri, məsələn, morning, sonra evening, night, afternoon. Bunlarla an artiklı işlənmir. Bəs nə zaman işlənə bilər? Yenə qarşısında sifət olarkən. Baxın, yeməklərlə də artikl işlənmir də, qabağında sifət olarkən işlənir. Həmçinin günün hissələri. Məsələn, hansı söz götürək? Tutaq ki, səhər sözünü götürürəm elə. Morning. Məsələn, sən morning deyə bilməzsən, amma belə yaza bilərsən. Cool morning. Səhər, cool nə idi? Sərin. Sərin bir səhər. Gözüm, bunun qabağından x yazım ki, bunu demək olmaz. Amma bunu demək olar. Çünki bunun qarşısında sifət var. Sifət varsa an artiklı yaza bilərik. Bura qədər hər şey başa düşdünüz. Bu ikisini bir qruplaşdırsanız daha yaxşı yadınızda qalar. Ümumiyyətlə yadınızda saxlayın ki, əgər bir birləşmə arasında söz önü varsa, həmin söz önündən əvvələ baxırıq. Çünki birləşmənin əsas tərəfi söz önündən əvvəldir. Deməli, bu söz önü iki sözü bir-birindən ayırır. Necə ayırır? Qrammatik cəhətdən ayırır. Yəni, sağ tərəfində, sol tərəfində özünə aid təyinləyici sözlər ola bilər. Məsələn, burada mən yazmışam a cup of tea, bir stəkan çay. Burada cup sözündən t sözünün heç bir əlaqəsi yoxdur. Çünki of bunları ayırır. Və buradakı a artikel cup'a aid olur. Buradakı a artikel slice aid olur. Çünki bu ortadakı söz önü fərqi yoxdur. Başqa söz önündə olsa, məsələn, in, on, fərqi yoxdur, yəni. Əvvələ aid olur. Məsələn, burada two cups stəkan deməkdir və cəmlənir. Çünki sayılan tək isimlər hamısı cəmlənir. Bunları, məsələn, two nəyə aiddir? Cupsa aiddir. T'yə aid deyil. Çünki sən demirsən ki, 2 çay. Sən deyirsən 2 stəkan çay. Yəni, burada söz önü bunları ayırır. Hər tərəfin özünə aid təyinləyici söz ola bilər. Məsələn, two təyinləyici sözdür. Bu da kəmiyyət bildirir. Növbəti keçirik V artiklına. V artiklı tərcümə oluna bilər bu və ya həmin kimi. Bu və ya həmin. Və V artiklı müəyyənlik artikldır. Niyə müəyyənlik artiklı? Bunu əsasən biz situasiya daxilində daha dəqiq başa düşə bilərik. Niyə müəyyənlik artikldır? Çünki bu və ya həmin mənasını verir. Gəlin mənalarını yazaq. Bu və ya həmin. Bu və ya həmin mənalarını verir. Gəlin bir cümlə yazaq və onun tərkibində başa düşək ki, nə deməkdir. Məsələn, deyirəm ki, I saw a car yesterday. Mən dünən bir maşın gördüm. The car was red. Həmin maşın qırmızı rəng idi. Mən dünən bir maşın gördüm. Həmin maşın qırmızı rəng idi. Azərbaycan dilində də danışanda onsuz da belə danışırıq. Ona görə məncə bir problem yoxdur bunu başa düşməkdə. Burada təbii ki, car sayılan tək isim olduğuna görə mütləq artikel olmalıdır. Bəs niyə burada a artiklı, burada isə the artiklı? Çünki tutaq ki, mən sizə gəlirəm, danışıram bir hadisədən. Sizə gəlib deyirəm ki, dünən bir maşın gördüm. Həmin maşın sizə məlumdur? Təbii ki, xeyr. Siz bilmirsiniz ki, mən hansı maşını gördüm, maşını harada gördüm, ümumiyyətlə maşın haqqında heç nə bilmirsiniz. Sonra cümləmi davam etdirirəm. Deyirəm ki, həmin maşın qırmızı rəngdə idi. Hansı maşın? Dünən gördüyüm maşın. Artıq siz bildiniz hansı maşının qırmızı rəng olduğunu bildiniz. Dünən gördüyüm maşının qırmızı rəng olduğunu bildiniz. Və burada və həmin mənasını verdi. Bu tip testləri siz görə bilərsiniz toplularda. Bir də imtahanda da düşür. Baxın, belə olur. 2 nöqtə qoyulur. Burada da düzün 2 nöqtə qoyulur. Deməli, iki eyni əşyadan, iki eyni hadisədən söhbət gedir və
İki dənə zaten eyni də görürsünüz. Burada da car yazılıb, burada da car yazılıb. Qabağında boşluq varsa deməli article qoymalısınız. Birinci baxırsınız sayılan tək isimdirmi? Gördük ki, car sayılan tək isimdir və ilk dəfə söhbət gedirsə nə qoyuram? A artiklı. İkinci tərəfdə təkrarlanır. Deməli bizə artıq məlumdur. Və qoyuram burada da the artiklı. Və yenə həmin mənasını verdi. Hansı sualına cavab verir? Baxın, hansı sualına cavab verirsə, deməli sənə məlumdur. Hansı maşın? Dünən gördüyün maşın. Cavab verdi elə. Deməli sən nə qoymalısan? Müəyyənlik artiklı olan the artiklını qoymalısan. Sonra the artiklında əsasən siz test işləyirsinizsə, sizə lazım olan şeylər əzbər olan şeylərdir və bunu mütləq əzbərləmək lazımdır. Məsələn, birinci necə qruplaşdırardıq? Birincisi, belə qruplaşdıra bilərik ki, su mənaları verən, yəni su bildirən. Məsələn, su nələr bildirir? Birinci qoyaq bura. Məsələn, su nələr bildirir? Birincisi, çay adları, məsələn, river. Sonra okean adları ola bilər, ocean. Dəniz adı ola bilər, sea. Sonra nə adı ola bilər? Sularda nə qaldı? Göl adı ola bilər. Göl adı. Gəlin yazaq. Məsələn, lake. Göl adı ola bilər. Bunların yazıram adları. Məsələn, bir dənə nümunə yazaq. Nə nümunə yaza bilərik? Sən çay adı deyə bilərsiniz. Aras. Gül çayı. Məsələn, Aras çayı. Çay su olduğuna görə qabağında nə yazıram? Məsələn, yazıram D Aras. Sən bura eləcə D Araz da yaza bilərsən. Araz Riva da yaza bilərsən. Hər ikisi doğrudur, yaxşı. Gəlin belə yazım ki, hər ikisinin doğru olduğunu anlayın. Yəni bu işarə o deməkdir ki, Araz da doğrudur, Araz Riva da doğrudur. Yaxşı. Sonra növbəti, məsələn, Ocean-a bir dənə nümunə verək. Məsələn, Pacific Ocean yazın. Pacific Ocean nədir? Sakit okeandır. Sən eləcə də Pacific də yaza bilərsən, The Pacific Ocean da yaza bilərsən, doğrudur, yaxşı. Növbəti sea. Məsələn, bir dənə dəniz adı deyim. Xəzər. Aha, məsələn, Xəzər dənizi belə də qala bilər. Xəzər sea də yaza bilərsiniz. Yaxşı. Bir dənə lake-də bizdə problem nədir? Məsələn, yazıram ki, the Baykal. Baykal sözünə səhv yazdım. Baykal göl adıdır, hə? Baykal. Baykal gölü. Deyəsən düz yazdım. Baykal belə artiklın işlənə bilər. Amma əgər qabağında lake sözü varsa, ümumiyyətlə bütün göllər aiddir. Hər hansı bir gölün qabağında lake, yəni göl sözü varsa, biz burada artikldan istifadə etmirik. Ki, gördünüz, artikl yazmamışam qabağında. Amma digərlərində gördünüz, ocean, river, sea sözləri olsa da mən artikl yazırdım. Sadəcə dənə lake sözü varsa yazmıram. Amma lake sözü yoxdursa və göl bildirirsə, mən burada artikldan istifadə elədim. Bunu mütləq yadınızda saxlayın. Növbəti the artiklından harda istifadə eləyirik? Torpaq mənaları verən, necə mənalar verən? Məsələn, təbiətə aid olan şeylər. Məsələn, yazırıq, nə ola bilər bu? Dağ adları ola bilər. Sonra ada adları ola bilər, yarımada adlar ola bilər, səhra adları ola bilər. Görürsünüz, bunlar təbiətdədir və torpaqdır, yəni quru bir ərazidir. Bunu sizə izah etməyə çalışıram ki, belə qruplaşdırın. Deməli, nə adlar oldu? Birincisi, dağ adları oldu. Gözləyin, belə yazmayın. Daha dəqiq yazın. Dağ silsiləsi. Bu nə deməkdir? Yəni, dağ adları cəmdə olmalıdır. Olmalıdır ki, sən bura artikl qoya biləsən. Məsələn, bir dənə nümunə yaz. Məsələn, yazıram The Alps. Alp dağları. Əgər burada hər hansı bir dağ adı olsaydı və o təkdə olsaydı, biz burada artikl qoya bilməzdik. Sonra bir dəqiqə gözləyin. Məsələn, siz tutaq ki, belə bir şey böyük ehtimal ki, görməzsiniz, sadəcə izah eləmək üçün deyirəm. Məsələn, və Alp yazılsa, burada artikl qoymuruq, çünki təkdə işlənib, mütləq cəmdə işlənməlidir ki, qoyasınız. Məsələn, Everest nədir? Everest zirvə adıdır və burada biz artikl qoymuruq. Ümumiyyətlə
zirvə adlarında artikl qoyulmur. Pilosdakı bu təkdədir də, yəni oradan da yadınızda saxlaya bilərsiniz ki, biz burada artikl qoymuruq. Sonra təbiətdə olan hər hansı bir quru ərazilərdən nələrə qoya bilərik? Məsələn, bayaq dedim, ada adları, yarımada adları, bunların qarşısında yenə artikl olmalıdır. O vaxt ki, onlar cəmdə işlənsin. Yazıram ada və ya yarımada, silsiləsi. Yəni bu nə deməkdir? Cəmdə olmalıdır deməkdir. Yaxşı. Biz yenə ada və yarımada adı yazırıqsa, mütləq cəmdə olmalıdır ki, onun qarşısında artikl qoyaq. Sonra səhra adları qarşısında həmişə artikl olmalıdır. Səhra da nədir? Təbiətdə olan quru bir ərazidir. Məsələn, bir dənə səhra adını ən çox işlənən yaza bilərik və Sahara səhrası. Bunun qarşısında nə qoyduq və artiklı işlətdik. Növbəti və artiklını harda işlədə bilərik? Təbiətdə varlığı vahid olan, yəni bir olan şeylərdən biz və artikl istifadə eləyirik. Məsələn, bu hansı sözlərdir? Və, moon. Sonra, moon nə deməkdir? Ay deməkdir. Tək varlıqlar. Aha, burada ay deyəndə göydəki ay nəzərdə tutulur. Sonra nəyin qarşısına qoya bilərik? Məsələn, the sun. Sun günəş deməkdir. Günəşdən bir dənədir. Ona görə və artiklından istifadə elədik. Sonra the sky, səma. Səmadan bir dənədir. Ona görə Ulduzlar ola bilər artiklından mənim. istifadə elədik. Yox, ulduzlar olmur. Ulduzlar sayılan tək cisimdir. Sonra the öz ola bilər. The öz nədir? Yer kürəsi. Sonra bir də dünya sözü var. Dünya sözü nədir? The world. Bu da nə deməkdir? Dünya. Burada da biz və artikldan istifadə edirik, çünki bunlardan bir dənədir. Axı, ulduzlardan bir dənə deyil. Ola bilər, ulduzların qarşısında D artikl işlənsin. Amma bu situasiyadan asılıdır ki, həmin ulduzlar haqqında sən əvvəl məlumat vermirsən, yəni hansı ulduzlar haqqında danışdığın məlumdursa, sən və artikldan istifadə eləyirsən. Sonra növbəti və artiklından nə zaman istifadə edirik? Sizə deyim. Və artiklından o zaman istifadə edirik ki, özündən sonra plus nə gəlsin? Üstünlük dərəcəsində. Üstünlük. Üstünlük dərəcəsində olan sifət gəlsin. Üstünlük dərəcəsində olan sifəti biz əvvəlcə öyrənməliyik ki, necə düzəlir. Və bu üstünlük dərəcəsində olan sifətdən sonra da onsuz da isim gəlir də, bunu bilirsiniz. Necə olur üstünlük dərəcəsində olan sifət? Mütləq və artiklı olmalıdır. Bunu sifətdən də yadınızda saxlayın. Amma mütləq fikir verin ki, söhbət sifətdən gedir, zərfdən yox. Çünki sifət zərf bir-birinə oxşuyur. Sifət ismə aid olur. Baxın, gəlin belə yazım. Sifət plus gəlməlidir isim. Zərfdə belə bir düstur olmur. Zərf feildən sonra gəlir. Feil plus zərf. Və zərf üstünlük dərəcəsində işlənərkən və artiklı yazılmır. Niyə yazılmır? Çünki zərf feilə aiddir, amma və artiklı ismə aiddir. Və artikl olan yerdə isim olmalıdır. Axı, sən zərf yazdığın yerdə isim olmur. Sən burada və artikl yaza bilməzsən. Ona görə də sifətin üstünlük dərəcəsində biz artikl yazırıq, amma zərfin üstünlük dərəcəsində heç bir artikl olmur. Çünki zərflər artiklla yazılmır, isimlər artiklla yazılır. Ona görə də sən ismə aid olan, ismin qabağında gələn təyin edicinin qarşısında və artikl yaza bilərsən. Deməli, the artiklı, gəlin sonra the mostdan düzəlir. Plus özündən sonra çox hecalı sifət gəlir. Növbəti necə düzələ bilər? The artiklı plus tək hecalı sifət plus est şəkilçisi. Gəlin bunlara nümunə yazaq. Birincisi, the most. Bunlar hər ikisi ən deməkdir, yadınızı saxlayın. Məsələn, the most və most ən nə deyək? Məsələn, çox hecalı sifət yazıram, interesting. The most interesting, ən maraqlı, the book. The most interesting book, ən maraqlı kitab. Gördünüz, burada interesting çox hecalı sifətdir və yadınızda saxlayın. Bir sözün tək hecalı yoxsa çox hecalı olması tələffüzə əsaslanır. Yəni, tələffüzdə sən neçə sait səs deyirsənsə, o qədər də heca var deməkdir.
Çünki bəzi sözlər olur ki, 2 saitlə yazılır. Bu o demək deyil ki, o çox hecalıdır. Çünki ola bilər ki, tələffüzdə saitin biri düşür və tək hecalı qalır. Buna görə mütləq səslərə diqqət etməlisiniz. The most interesting book. Interesting sözündə, səslərdə sait səs çox olduğuna görə çox hecalı sifət olur və the most-la işlənir. Sonra gəlin burada bir dənə yazaq tək hecalı. Məsələn, the tək hecalı sifət yazıram. Məsələn, yazıram small. Axırda nə artırmalıyam? S, smallest. Gördünüz? Tək hecalı sifət small, bir dənə o səsi var. Sait səsli, bir dənə səsli. Deməli, tək hecalıdır. Və sonda S də artırdım. Nə oldu? The smallest N. Ən balaca. Məsələn, the smallest boy. Ən balaca oğlan. Biz burada mütləq the article-dan istifadə etdik. Bir də most sözündə olur ki, the article istifadə olunmur. Bu nə zaman baş verir? Baxın, burada most, gəlin yazın. Burada most ən mənasını verir. Bunu bəlkə Azərbaycanca yazın. Aha, burada ən mənasını verir. Amma bir də ola bilər ki, biz bunun qarşısında artikel qoymayaq. Bu nə zaman baş verir? Most əksəriyyət mənasını verir. Ya da əksər mənasını verir. Burada özündən sonra birbaşa isim gəlir. İsim gələndə də plus gələ bilər sayılmayan tək isim ya da cəm isim. Yenə də əksər ya da əksəriyyət mənası verir və heç vaxt artikel qoyulmur. Çünki most burada əgər əksər mənasını verirsə, özündən sonra sayılmayan ya da cəm isim gəlirsə, burada most quantifiers-dir, kəmiyyət bildirən sözdür. Və biz heç bir kəmiyyət bildirən sözün qabağında artikel istifadə eləmirik. Ola bilər ki, siz deyərsiniz ki, məsələn, a lot of-un qarşısında a artiklı var, a few-nun qarşısında a var, a little-ın qarşısında a var. Bunlar ayrılmayan birləşmələrdir. Yəni burada sonradan gətirilmiş artikel deyil. Özünün birləşməsidir və siz bunu ayıranda onsuz da mənası da itir. Ona görə ayırmaq olmaz. Yəni ki, biz bilməliyik ki, quantifiers-in qarşısında artikel istifadə olunmur. Bunu da hardan bilirik? Məsələn, belə yazıla bilər testdə, most people. Sən burada görürsən ki, mostdan sonra people var. People cəm isimdir. Və burada əksər mənasını verir. Əksər insan. Mostdan sonra bir əksər sayılmayan tək isim versək nə yaza bilərik? Most nə? Bir də sayılmayan tək isim deyin. People. Məsələn, nə olar mı? People. O nədir? People. People axı sayılmayan isim deyil. People cəm isimdir. Sürmüsü olabilir. Maybe sözü. Məsələn, yazdım most oil. Oil nə deməkdir? Duru yağ mənasındadır. Və sayılmır. Çünki maye halındadır ona görə. Məsələn, yazdım most oil, əksər yağ. Gördünüz mü? Başdan sonra isim gəlib və burada kəmiyyət bildirən sözdür. Çünki onun nə qədər olduğunu göstərir sənə. Və sən burada artikeldən istifadə edə bilməzsən, çünki kəmiyyət bildirən sözlərin qarşısında artikeldən istifadə olunmur. Amma özündən sonra sifət gələrsə, sonra isim gələrsə, mütləq artikeldən istifadə olunur. Növbəti və artikeldən harda istifadə olunur? Məncə harda istifadə olunması barəsində bir şey qalmadı. Gəlin harda istifadə olunmur hissəsinə baxaq. Ölkələrin, şəhərlərin, baxın yazıram. Ölkə, sonra şəhər, sonra materik, qitə, nə bilim, başqa nə ola bilər? Ölkə, şəhər, materik, qitə, rayon, esselərdə görmüşdüm, rayon adlarının qarşısında artikel yazanlar var idi. Olmaz. Qısaca belə deyək. Yer bildirir də, yəni insanların yaşadığı yerləri bildirirsə, ölkə, şəhər, materik, qitə, rayon ola bilər. Biz burada artikeldən istifadə etmirik. Gəlin nümunə yazaq. Məsələn, nə yaza bilərik? Belə gəlin, məsələn, tutaq ki, yazıram Türkiyə. Burada artikeldən istifadə edə bilmərəm, çünki ölkədir. Məsələn, yazıram Baku. Şəhərdə heç nə yaza bilmərəm. Digərdə, məsələn, qitə, rayon, nəsə yazırsınızsa yenə artikel olmaz. Bəzi istisnalar var. Onlar nələrdir? Testlərdə ən çox qarşılaşacağınız 2 ad.
Birincisi Amerika. Baxın, Amerika burada nədir? Ölkədir elə, artikeldən istifadə etməmişəm. Bir də yazıram məsələn England, İngiltərə. Burada yenə artikeldən istifadə etməmişəm. Bəs nə zaman ölkələrin adlarının qarşısında artikeldən istifadə etmək olar? Onların dövlət quruluşları bizə məlumdursa. Məsələn, biri var deyirəm Amerika, bir də var deyirəm ki, Amerika Birləşmiş Ştatları. Yəni onun dövlət quruluşu nədir? Ştatdır. Sonra biri var deyirəm Rusiya, biri də var deyirəm ki, Rusiya Federasiyası. Rusiya sadəcə ölkə adıdır, amma Rusiya Federasiyası deyirəmsə, mən onun federasiya olduğunu göstərirəm. Yəni quruluş olaraq necə olduğunu göstərirəm. Buna görə artikeldən istifadə edirəm. Məsələn, gəlin yazım Russia. Burada gördünüz, istifadə etmədim. Amma Amerika necə yazılır? Məsələn, bunu belə də görə bilərsiniz. Ya da belə də görə bilərsiniz. Yəni US yazılmış formasına görə bilərsiniz. USA də A hərfindən yazılmış formasına görə bilərsiniz. Sonra Englanddə qoyulmur, amma the UK. UK nə deməkdir? Birləşmiş Krallıq. Burada mütləq qoyulmalıdır. Sonra Russia'da qoymadıq, amma federasiya, federasiya deməkdir. Sözü olarsa qoymalıyıq. Sonra Ərəbistan deyiriksə qoymuruq, Ərəb Əmirliyi deyiriksə qoyuruq. Çünki əmirlikdən ibarət olduğunu göstərirsən. Yəni quruluşunu göstərsənsə qoymalısan. Yaxşı. Məsələn, Azərbaycan deyəndə qoymursan. Amma Azərbaycan Respublikası deyəndə qoyursan. Məsələn, The Republic of Azerbaijan, Azərbaycan Respublikası burada mütləq qoymalıyıq. Çünki sən onun dövlət quruluşunu bizə göstərirsən. Növbəti V artikelini biz harda qoymamalıyıq? D artikeli bayram adlarının qarşısında işlənmir. Sonra ayların adlarının qarşısında işlənmir. Fəsillərin adlarının qarşısında işlənmir. İllərin adlarının qarşısında işləmir. İllər nə mənada? Məsələn, 2020 deyirsənsə artikel qoymaq olmaz. Sonra nələrin adlarının qarşısında işlətmək olmaz? İdman oyunlarının qarşısında heç vaxt, ümumiyyətlə, heç bir artikel olmur. Sonra növbəti bir də var fən adları. Fən adları. Bunların qarşısında artikeldən istifadə etmək olmaz. Məsələn, yazıram Novruz. Gördünüz, artikel yazmadım. Sonra bir dənə ay adı yazıram. Məsələn, nə yazım? Tutaq yazıram March. Mart ayı. Gördünüz, heç bir artikeldən istifadə etmədim. Məsələn, fəsil adı yazıram winter, qış. Artikeldən istifadə eləmədim. Hər hansı il yazıram. Məsələn, 2023 yazdım. Yenə artikeldən istifadə etmədim. Bir dənə idman oyunu yazıram. Məsələn, football. Artikeldən istifadə etmədim. Bir dənə də fən adı yazıram. Məsələn, maths, riyaziyyat. Yenə artikeldən istifadə etmədim. Bir dənə söz önümüz var. Bizim by. Gəlin onu aydınlaşdıraq. By burada bərabərdir ilə və ya vasitəsilə mənasına. Gəlin bunu aydınlaşdıraq ki, nə deməkdir. Bu by'ı siz görə bilərsiniz 3 yerdə artikel mövzusunda. Birincisi nəqliyyat vasitələrindən işlənməsi. Məsələn, by car, maşın ilə. Sonra görə bilərsiniz by train. Train nədir? Qatar ilə. Ya da məsələn, by plane. Plane nədir? Təyyarə ilə. Məsələn, by water, su ilə. Burada ilə vasitəsilə mənasını verir və heç vaxt artikeldən istifadə etmək olmaz. Növbəti biz by'ı görə bilərik idman oyunlarının adları və musiqi alətlərinin adları ilə. İdman oyunlarının adlarını bayaq biz dedik ki, artikel işlənmir elə. Yenə işlənmir. Heç vaxt işlənmir. Ona görə sən by'dan sonra idman oyunu adı yazsanda yenə artikel olmur. Bunu zaten biz öyrənmişdik ki, idman adlarından olmaz. By'dan sonra gəlsə yenə olmaz. Məsələn, yazıram. Voleybol sözünü yazım desəm. Bir deyil oldu. Aha. Məsələn, voleybol sözünü yazdım, olmaz. Çünki idman oyunudur. Məsələn, yazıram by football, olmaz. Sonra nə zaman olar musiqi alətlərdən işlənərkən? Məsələn, bir dənə musiqi aləti deyin mənə.
Piano mesela. Gitar. Aha, məsələn, by the piano. Olar. Harf. Qoyun bunu düzəldeyim. Növbəti bir dənə də yazım. By the guitar. Gördünüz burada idman oyunlarının adları qarşısında heç vaxt işləmir. Yəni qabağında, arxasında nə gəlməsinə baxmayaraq ola bilər. Nə zaman idman oyunlarından işlənə bilər? Ümumiyyətlə belə deyək. Ümumi isimlər, hansı ümumi isimlər? O ümumi isimlər ki, biz onlarla artikel işlədə bilmirik. Bəs nə zaman işlədə bilərik? Onlardan sonra sayılan tək isim gələrsə. Məsələn, futbol idman oyunudur və artikel işləmir. Amma sən desən futbol komandası, o zaman işlədə bilərsən. Çünki futbol komandası sözündə sonradan gələn komanda sözü sayılan tək isim olduğuna görə sən mütləq artikeldən istifadə etməlisən. Məsələn, yazıram football team. Burada team, komanda sözü sayılan tək isim olduğuna görə artikeldən istifadə edə bilərsən. Ümumiyyətlə, yadınızda saxlayın. Məsələn, sayılmayan isimlər var. Hansı ki, biz onların qarşısına artikel istifadə edə bilmirik. Bunu gəlin bura yazım. Sayılmayan isimlər var ya da həmişə cəmdə işlənən isimlər var. Məsələn, police. Polis cəm isimdir və sən polis yazsan yanlışdır. Çünki bir deməkdir, polis cəmdədir. Sən necə cəmdə olan bir şeyin qabağında bir deyə bilərsən? Bəs nə zaman istifadə edə bilərsən? Özündən sonra sayılan tək isim gəlsin. Məsələn, police officer yazaq, gəlin. Officer sözü sayılan tək isim olduğuna görə burada mütləq artikeli olmalıdır. Niyə? Çünki burada, baxın, əgər iki isim yan-yana işlənirsə, görürsünüz, iki isim yan-yana işlənib. Artıq buradakı birinci isim təyin funksiyasındadır. Yəni, təyin edici sözdür. Ya da təsvir edici sözdür deyə bilərik. Buna görə sən buradakı artikelin sonuncu ismi əsasən təyin olunmalıdır. Məsələn, furniture sözü bilirsiniz ki, mebel deməkdir və sayılmayan isimdir. Bununla sən normalda furniture yazsan yanlışdır. Çünki furniture sayılmıraq necə yaza bilərsən? Sən bəs nə zaman yaza bilərsən? Özündən sonra sayılan tək isim gəlsin. Məsələn, yazıram furniture shop, mebel mağazası. Burada iki isim işlənib. Birinci mebel artıq təyin edici funksiyadadır və burada shop sözü nədir? Sayılan tək isimdir. Buna görə biz artikeldən istifadə edirik. Azərbaycan dilində də belədir. İki isim yan-yana işlənirsə, birinci isim nə olur? Sifətləşir. Və artikel nə olur? Sonuncu ismə əsasən təyin olunur.